Deməli dostlar, burada siçanlar müqəddəs sayılır və bu siçanları burada yedizdirə bilərsiniz. Siçanları vurmaq, onlara zərər yetirmək olmaz. Dostlar, burada dua edirlər. Like any white rat, considered to be very lucky. Deməli dostlar, məndən çoxdandır istədiyiniz bir yerə gedirəm. Hər zaman mənə yazırdınız, Hindistan vloglarının altında bir şey yazırdınız ki, Hindistanda falan yer var, ora mütləq get. Axır ki, mən ora gedirəm, amma çox çətinliklə gedirik. Nəyə görə? Çünki həm artıq xərcimiz çıxır, həm əlavə maşın tuturuq. Çünki ora qatar getmir və yaxud da təyyarə getmir, uçmur, yəni ona görə. Bura, yəni gedəcəyimiz yerin adı Karnimata Rat Temple, yəni Karnimata siçan məbədidir. Yəni orada siçanları bəsləyirlər, siçanlar müqəddəs sayılır. Fatimə xəbəri yoxdur, hara gedir. Bəli, yəni ki, Caysanmerə gedirik, amma yolumuzun üstündə, həm də orada dəyəcək. Düzdür, yolumuzun tam üstü bir qədər xətli istiqamətdir. Amma sırf mənim izləyicilərim ora getməyimi istədiyi üçün gedəcəm. Düzdür, biraz bəziləri belə qınayacaq məni, deyəcək, ay mikroblu yerdir, ay çox natəmiz yerdir, nə bilim, aşağı gedirlər. Nəməsələ, yəni belə bir yerlərə getmə. Amma mən bu riski alıram, gedirəm, çünki mənim özümə də maraqlıdır ki, orada necə olur, insanlar siçanlara... Büyük mü siçanlar? Yox, balaca siçanlardır, siçovil deyil, siçan. İstəsən sən girmərsən. Baxaram da. Siçanları yedizdirəcəyik orada, əzizləyəcəyik. İşləmirlər. Amma siçanlardan qorxub qışqırma da, yəni üstüvə gələrlər. Yəni belə. Nə qəribə yerlər aparırsan mənə. Görsən, sən mənimlə Hindistan ən maraqlı yerlərini kəşf edəsən, əzizim. Elə belə adam mən yola çıxmamısan Hindistana. İnşallah, hadi hayırlısı. Hadi hayırlısı. İnşallah gedək. Çox az məsafə qalıb. 10-15 dəqiqə, 10-15 dəqiqə çatacağıq. 3 saatdan çox ki yoldayıq. İndi hamı mənə deyəcək ki, buna bax, bir dənə siçan məbədinə görə bu qədər yol gedir. Bizə maraqlı olduğu üçün gelir də. Bəli, bəli. İnşallah gedək. Bizə də, mənə də maraqlı. Deməli, Hindistanın Rəcastan əyalətinin Deşnok şəhərinə gəlmişik və burada xüsusi olaraq Karnimata siçan məbədi var. Karnimata Rat Temple. Burada buranın çox maraqlı hekayəsi var. Əfsanəyə görə Karnimata Hinduizm dinində xüsusi bir tanrıçadır. Hətta qadın bədənində zühur edibdir və göstərilir ki, Karnimatanın nəvəsi boğulur, ölür və o da Allahdan nəvəsini geri göndərilməyini istəyir. Amma Allah isə ona deyir ki, sənin nəvən siçanların cildində reinkarnasiya olunacaq. Ona görə də burada siçanlar müqəddəs sayılır və burada siçanları incitmək, onlara hər hansı bir zərər vermək günahdır və qadağandır. Ona görə də siçanları yalnız qidalandıra bilərsiniz. Nə? 7-8 tane ağ siçan. Burada da bir neçə dənə siçan var. Təxminən 7-8 ağ siçan var. O ağ siçanları görmək həyatda sizə uğur gətirə bilər. Belə. What is this? Peda. No, thank you. Thank you very much. One piece. Thank you. Burada yediğimizin burusudur. I will eat later. Bizə belə bir şirniyyat verdilər bu arada ki, burada ümumiyyətlə bütün məscidlərdə, bütün dini yerlərdə həmişə belə şirniyyatlar verirlər və təbii ki, burada da verirlər. Ümumiyyətlə çox qonaqpərvərdir. Sözümü biraz yarımçıq kəsdi oğlan. Yəni belə ardını danışmaq istəyirəm ki, Karnimatanın, yəni siçan cildində yenidən reinkarnasiya olduğuna inanırlar və bu səbəbdən də bu məbəd, yəni dini məbəd sayılır və müqəddəs məbəd sayılır. Çox maraqlı idi. Təbii ki, mən bütün videoları burada sizinlə bölüşürəm. Ümid edirəm ki, sizə də maraqlı. Və bu arada ilk Azərbaycanlıyam ki, bura gəlmişəm və təbii ki, Fatimə də eyni zamanda. Biz bura gəlmişik, buranı gördük. İndi bəziləriniz yazacaqsınız ki, ay necə iyrənc yerdir, necə belə bir yerə gəlmişsiniz. Dostlar, iğrenç falan olsa da en azından hani istek üzerine hem de geldiğinde buraya ve bir de siçanların bu devamını sen danışmadın. Organ şirin verdi diye unuttum. Bilirəm ki, mənfi rəylər də gələcək, amma bu təbii ki, sizin özünüzdən asılıdır. Amma bütün dini ayinlərə, yəni hörmətlə yanaşmaq lazımdır. Hər kəsin öz dini inancı var. Ona görə biz də hörmətlə yanaşdıq və burada nədənsə iyrəndiyimizi və yaxud da siçanlardan qorxduğumuzu bəlli etməməyə çalışdıq. Ümumiyyətlə heç qorxmadıq da, nə yalan deyim, mən ümumiyyətlə siçanlardan qorxmuram. Ayaqqabılarımızı burada çıxartmalıyıq dostlar.
içəri girmək üçün ayaqqabılar çıxarılmalıdır. Bu da misal üçün siçanların yediyi, içdiyi nələrsə müqəddəs sayılır və hətta müalicə üçün istifadə edirlər. Və bir də onu deyək ki, burada deməli ağ siçan var, o müqəddəs sayılır. Yəni əgər həmin ağ siçanı görürsünüzsə, bu zaman siz arzularınıza çata bilərsiniz. Yəni buna inanırlar. Sən nə düşünürsən bu barədə? Ama bu konularda hiç sual vermiyor yani. Dostlar, burada siçanları yedizdirirlər. Baxın. Süd içirəm. Milk. It is milk, yes. Ağ siçan oralarda gizlənir. Hamı burada onu axtarır. Burada göyərçinlər var. Siçanı göstərir. Dostlar, ağ siçanı gördük. Arzularımızı yerine seçeceğiz. Finally, we Some good luck is coming for you. come out. Dostlar, burada çox da belə sözlər deyə bilmirəm. Çünki yəni insanların xətrinə dəyər bilərlər. Çünki onlar sizin müqəddəs olduğuna inanırlar. Ona görə hər dinə hörmətlə yanaşmaq lazım. Do you like rats? Yes. Good, very nice place. Because the rats are not harmful, they are very much friendly. They can come inside also. I think that let's go. Sevmiştim. I'll go. Dostlar, burada dua edirlər. Give information about this Kalimata So temple. there are millions of rats here, and if you see, No, there are 25,000. okay, 25,000. Exactly, I don't know figure. So there are thousands of rats here, and among all of them, if you see like any white rats, then it's considered to be very lucky. I mean, some good luck is coming for you. So maybe you can find one or two white rats here in the evening It's time. fine. Burada siçanları yedizdirirlər. Usually all They feeding the rats here because rats are sacred and protected. Come here in this water and this milk we are drinking and health is good and no disease, nothing. If you have any disease, you can drink this milk. Yemək yeyirlər. Gül yeyirlər ya onlar. Sevil, Yes, What my are you name doing? is Sevil. what are you doing? Add them. We consider all of them as a soul. Okay, all of them as one soul. Like the human have soul, they also have soul. Bunun aslında niye büyük büyük dedi?
Dostlar, ən çox da nə xoşuma gəldi? Bu məbədin çəhrayı rəngdə olmağını çox bəyəndim. Çəhrayı rəngdədir. Say hi. Say hi. Namaste. नाम क्या है माँ मैं सेविल उसका? फातिमा हाँ यो उसका नाम आपका नाम है आरती। आरती नाइस टू मीट यू आरती burada hamı bizə baxır, hamı bizdən şəkil çəkdirmək istəyir. Çünki bura çox nadir hallarda turistlər gəlir, ona görə yəni onlara biz qəribə gəlirik. İzlədiyiniz üçün təşəkkür edirəm və bu arada maraqlı rəylərinizi gözləyirəm. Növbəti Hindistan turumda haralara getməyimi istəyirsinizsə, onları da mütləq mənimlə bölüşün, getməyə çalışacağam. Yəni söz verdiyim kimi, Meymun məbədinə istədiniz, ora getdim. Siçan məbədinə istədiniz, bura gəldim. Yəni demək olar ki, Hindistanla bağlı ən maraqlı yerlərin hamısını sizin üçün çəkib göstərmişəm. Yəni Hindistanı hər tərəfli çəkirəm sizin üçün. Həm yaxşı yerlərini, həm pis yerlərini. Ona görə də çox istəyərdim ki, siz də mənə dəstək olasınız. İzləmədə qalın. Səyahətlərimin daha davamlı, vloqlarımın daha çox olmağını istəyirsinizsə, dəstək olun. Videonu da sonuna qədər izləyin mütləq.